Da salavat zikreləyək. Allahümme salli ala Muhammed ve ali Muhammed. Əziz və dəyərli möminlər, əziz İmam Hüseyn əleyhissalamın Şam-ı qəribanına gələnlər. İnşallah istəyirəm ki, bugün söhbəti nəfs-i ləvvamədən, yəni vicdandan açım, vicdandan danışım. Quran-ı Kərimdə bizə nəfsin 3 növü təqdim olunur. Bunlardan birinci nəfs-i əmmarədir. Yusuf surəsində gəlib. Nəfs-i əmmarə, yəni insanı pisliyə çəkən, pisliyə dəvət edən, çirkinliyə dəvət edən nəfs. O nəfs ki var ki, doymur, insanı ancaq pisliyə dəvət eləyir, pis şeylər, nə ağlınıza nə pis bir şey gəlirsə, sizlərə əmr eləyir, o nəfs-i əmmarədir. O elə bir nəfsdir ki, insan onu dinlədikcə insanın boynuna bir kəndir salır və insanı yavaş-yavaş darta-darta aparır, quyunun dibinə salır. Nəfsin digər bir növü isə nəfs-i ləvvamədir. Yəni vicdan. O insan ki günah eləyir, günahdan sonra ki onun daxilində bir narahatçılıq çökür, başlayır onu narahat eləməyə, o nəfs-i ləvvamədir, yəni vicdandır. Və ya insan təklikdə olanda ki, günah vəziyyətində olanda ki, onu günahdan çəkindirir. Baxırsan ki, ona içdən-içə deyir ki, yeşək ki, sənə bu əməl yaraşar, heç bunu əməl eləmək sənə yaraşar. O nəfs-i ləvvamədir, yəni vicdandır. Bu elə bir narahatçılıqdır ki, rahatçılığın təminatçısı olan narahatçılıqdır. İnsanı daxildən narahat edir ki, insan öz rahatlığını günahla pozmasın. Məsələn, bir misal verim aydın olmaq üçün. Bir uşaq marketə gedir, təsəvvür eləyin, evdən onu göndərirlər mağazaya. Uşaqdır, hesabdan, kitabdan, çəkidən başı çıxmır. Amma satıcı istəsə, onu aldada bilər çəkidə. Amma vicdanı olsa, öz-özünə deyər ki, yeşək ki, sənə nə olsun ki, uşaq çəkidən başı çıxmır və sən vicdanın harda qaldı? Allah insanın daxilində bir mexanizm yerləşdirib. Bu mexanizm insanı günahlardan qoruyur. Hər bir insan fitrətən Allah bunu hər bir insanın daxilinə yerləşdirib. Nəfsin bu növü haqqında Qiyamət surəsində ayə gəlib. Qiyamət surəsinin 1-ci ayəsi nədir? Lə uqsimu biyevmil qiyamə. And olsun qiyamət gününə. Ardıcan Allah nə buyurur? Və lə uqsimu bin nəfsil ləvvəmə. And olsun nəfs-i ləvvaməyə, yəni vicdana. Allah vicdana and içir. Niyə? Niyə qiyamətdən sonra vicdana and içir Allah? Çünki insanın qiyamətdən öncə daxilində olan kiçik qiyamət vicdandır. Odur ki, insan günah eləyəndə başlayır onu cəhənnəm atəşi kimi içdən-içə yandırmağa, içində bir alov yandırır onu. Və ya insan günaha üz tutmaq istəyəndə insanı daxilən narahat edir, günahın çirkinliyini ona xatırladır. Bu kiçik qiyamətdir insanın daxilində. Nəfs-i ləvvamə elə bir mühüm bir şeydir ki, o vicdan ki, insanı bəzən mühüm vaxtlarda insanın həyatında həlledici rol oynayır. Məsələn, Kərbəladan sizə misal göstərim. Züheyr İbn-i Qeyn, İmam Hüseyn əleyhissalamın 72 şühədasından biri. Züheyr yolda yolunu dəyişirdi ki, İmam Hüseyn əleyhissalamla yolu kəsişməsin ki, birdən imamdan xoşu gəlmirdi əvvəlcədən. Amma Züheyr vicdanı olan biriydi. Deyirlər ki, yol necə oldusa, gəldi imamla Züheyrin yolu kəsişdi və
İmam elçi göndərdi ki, get Züheyrə xəbər eləyin ki, Züheyr mənim görüşümə gəlsin. Bu xəbəri Züheyrə çatdıranda Züheyr tərəddüd edirdi imamın görüşünə getməyə. Yoldaşı dedi ki, Züheyr, səni Peyğəmbər balası, Zəhra balası çağırır. Sən nə tərəddüd edirsən? Züheyrin vicdanı elə bunu ilə yavaş-yavaş oyanmağa başladı. Vicdanı hərəkət elədi, hərəkətə keçdi və getdi imamın görüşünə. Deyirlər ki, tarixdə yazılmayıb ki, Züheyrlə İmam Hüseyn əleyhissalam nə danışdı? Amma Züheyr oradan çıxıb gələndən sonra gəldi öz xanımına dedi ki, sən get, mən Hüseynə qoşuluram, mən Hüseynlə birlikdə olacağam. Xanımı dedi ki, təəccüb eləyirəm, sən ki tərəddüd eləyirdin, tərəddüddəydin Hüseynin görüşünə getməyə. Hüseyn sənə nə dedi ki, sən indi bu saat Hüseyndən əl çəkmirsən? Dedi ki, vicdanım olmaz mənim ki, mən Hüseyni tək qoysam. Mən vicdansız olaram ki, Hüseyni tək qoysam meydanda, Peyğəmbər balasını tək qoysam. Baxırsınız, İmam Hüseyn əleyhissalam bilirdi ki, Züheyrin vicdanı var. Ona görə onu çağırdı, o ilə elə danışdı ki, onun vicdanını oyatdı. Görürsünüz necə önəmli bir amildir vicdan, nəfs-i ləvvamə. Baxın, insanın həyatında həlledici rol oynayır. Və ya Hürrü də buna misal göstərə bilərik. Deyirlər ki, İmam Hüseyn əleyhissalamın Ömər Səddən qabaq ilk yolunu kəsən Hürr idi. Hürr idi imamın yolunu kəsən. İmam Hürrə tanıyırdı Hürrü. Bilirdi ki, Əhl-i Beytə mərifəti var. Xanım Fatimə-i Zəhraya mərifəti olan biridir. İmam Hürrün qarşısında bir kəlmə işlətdi. Dedi ki, anan matəmində otursun. Hürr, niyə mənim yolumu kəsmişəm? Hürr elə bil ki, burada tutuldu, vicdanı burada tutuldu. Qayıtıb imama dedi ki, Yəbnə Rəsulillah, sən mənə elə bir söz dedin ki, mən sənə necə cavab verim ki, sənin anan xanım Fatimə-i Zəhradır. Böyük mərifəti var idi xanım Fatimə-i Zəhraya. İmamın bu sözündən sonra Hürrün vicdan məhkəməsi işə düşdü. Başladı Hürrü məhkəməyə çəkməyə. Hürr başladı özünü sorğu-suala çəkməyə, vicdanı başladı onu içdən-içə narahat eləməyə. Ey Hürr, sən neynirsən? Sən kimin yolunu kəsmisən? Sən Peyğəmbərə nə cavab verərsən? Sən xanım Zəhraya nə cavab verərsən? Sənin vicdanın yoxdur. Bu vicdan idi ki, Hürrü gətirdi, gəldi tövbə elədi İmam Hüseynin yanında. Orada onun vicdanına əgər həlledici rol oynamasaydı, Hürr bu saat 72 şühədanın içində yox, Kərbala qatillərinin içində olardı. Vicdanı idi onu gətirdi haqq yola. Nəfsin digər növü isə nəfsi mütməinnədir. Bu, kamil insanlara məxsus olan nəfsdir. Ki, bu nəfs aramlıq tapmış nəfsdir. Bu, bilirsiniz necə insanlardır? Bunlar nəinki günah haqqında fikirləşsinlər, vicdanları onlara qoymasın. Bunlar günahın çirkinliyini, pisliyini o qədər dərk edirlər ki, həqiqətini o qədər dərk edirlər ki, heç günah haqqında fikirləşmirlər belə. Bunlar Kərbəlada İmam Hüseyn əleyhissalam, Əli Əkbər, Həzrəti Əbəlfəzl ağa, xanım Zeynəb, Həzrəti Qasım idi bu mərtəbədə olan şəxslər. Onlar heç günah haqqında fikirləşmirdilər belə. Bizim mövzumuz isə nəfs-i ləvvamədir. Yəni vicdan. Biz qaydaq ona. Vicdan o qədər önəmli bir məsələdir ki, insan gərək dəstəmaz, üsul mövzularında vasvası olmasını, vicdanı məsələlərdə vasvası olsun, tərəddüd eləsin. Məsələn, birinə bir ağır söz işlədəndə, nəsə başqa bir hərəkət eləyəndə gərək insanın vicdanı narahat eləsin ki, birdən mənim bu sözüm həmin şəxsin qəlbinə toxunar. Neyniyərəm sonra? Allah qarşısında nə cavab verə bilərəm? Gərək insan öz sözündə vasvası olsun, sözünü seçəndə dəqiq seçsin, hərəkətini eləyəndə dəqiq olsun ki, birdən birinin qəlbinə toxunaram, birdən kimisə incidərəm. Bu mövzuda gərək insan vasvası olsun. Və ya, məsələn, biri gəlir yardım istəyir, yardım istəyəndə insanın gücü çatır, ona yardım eləyir, o öz
yerində. Amma kimin ki ona gücü çatmır yardım eləməyə, onda gərək insanı vicdan narahat eləsin ki, mən niyə bu şəxsə yardım eləyə bilmədim, bunu əl-boş qaytardım. Bax, bu mövzuda insan gərək basbası olsun, narahat olsun. Qeyd elədik ki, söhbətin əvvəlində ki, Allah insanın daxilində vicdan mexanizmini fitrətən yaradıb. Bəs niyə bəzi insanlarda bu vicdan olmur və vicdan ölür? Məsələn, Kərbəla qatillərində niyə vicdan yox idi? Allah ki, onlara fitrətən vicdan yaratmışdı. Niyə vicdanları ölmüşdü? Necə olur insanın vicdanı ölür? Diqqət edin, Şimiri əvvəllər biz qeyd etmişdik ki, Şimir əvvəldən Həzrət Əlinin yanındaydı, Siffeyində. Buna diqqət edin, görün Şimir hardan hara gəlib. Deyirlər Siffeyn döyüşündə Muaviyyə İmam Əli əleyhissalamın ordusunun üzünə suyu bağlayanda Malik Əşdərin başçılığı ilə Həzrət İmam Hüseyn əleyhissalamın Həzrət Əbəlfəzl ağa ilə bir cərgədə Şimir suyun üzünü Həzrət Əlinin qoşunu üçün açırdı. Döyüşüb açırdı. Bir müddət keçdi üstündən, təqribən 20 il Siffeyn döyüşü ilə Kərbəla arasında müddət var. Bir müddət üstündən keçdi, indi həmin Şimir gəlib suyu İmam Hüseyn əleyhissalam və evladının üzünə bağlayır. Nə dəyişdi Şimri? Nə idi onun vicdanını öldürən? Çünki Şimir ibadəti ilə məğrur olan biri idi. O ki, qeyd eləmişdi əvvəllər ki, Şimir həccə getmişdi, namaz qılırdı, Qur'andan xəbəri var idi. Bunların hamısı ilə məğrur idi, təkəbbürlənirdi. İbadəti onda məğrurluq yaratmışdı. Bu idi Şimiri məhvə aparan, onun vicdanını öldürən. Ki, özünü hamıdan biləcəkli bilirdi, özünü hamıdan abid bilirdi. Və bu məğrurluq idi onun gətirib axırda imam qatili eləyən. Əzizlərim, bu bizə bilirsiniz nə mesajını verir, hansı mesajı çatdırır? Olmaya ki, bu məclisdən biri çıxandan sonra yolda birini görəndə özü ilə qürurlanıb desin ki, mən İmam Hüseyn məclisindən çıxmışam, mən məsciddən çıxmışam, mən namaz qılanam, amma bu günahkardır. Olmaya insan belə düşünə, belə düşündüyü vaxt insan elə bir ki, məhv olub, öz evini yıxıb. İnsan bilirsiniz necə düşünməlidir? Mən öz adımdan deyirəm, elə düşünməliyəm mən ki, mən ən günahkar şəxsəm. İstər burada, istər də məclisdən kənarda olan insanların içində ən günahkar şəxsəm. Məni bu məclisə çağıran İmam Hüseyn əleyhissalamın nəzəri və Allahın lütfüdür. Yoxsa mənim ləyaqətim yoxdur ki, bu məclisdə iştirak edeyim. İnsan gərək belə düşünsün ki, onun vicdanı oyaq qalsın. Yoxsa belə düşünməsə, özü ilə qürurlansa bu məclisin insana bir faydası olmaz ki. İnsan gərək İmam Hüseyn əleyhissalamın qara qulu olan John kimi olsun. O John əvvəllər Əbazər Əl-Qəffarinin quluydu. Əbazər şəhadətə çatandan sonra gəldi Əhl-i Beytə qoşuldu. Deyirlər, John gəldi İmam Hüseyn əleyhissalamdan icazə almağa ki, ağa mənə də icazə ver meydana gedim. İmam Hüseyn əleyhissalam dedi ki, ey John, sən biz Əhl-i Beytə çox xidmət eləmişsən. Mən sənin üzərindən beyətimi götürürəm. Geç, yolun açıq olsun. Biz səndən razıyıq. Allah da səndən razı olsun. John qayıtıb dedi ki, ya Əbu Abdillah, mən qara dəriliyəm deyə, mən qulam deyə, mənə layiq görmürsən şəhadətə çatım Həzrəti Əli Əkbər kimi, özünü bu qədər xidmət eləmişdi Əhl-i Beytə. Amma yenə də özünü əski bilirdi. İmam Hüseyn əleyhissalam ona icazə verdi. İmam Hüseyn əleyhissalama çox toxundu dilləri, qəlbinə çox toxundu John'un sözləri. İcazə verdi imama ki, icazə verdi John'a ki, get meydana. Deyirlər, John şəhadətə çatandan sonra ki, İmam Hüseyn əleyhissalam gəlib onun başını dizinin üstünə alanda, deyib John başını çəkirdi kənara. Deyirdi ki, bu dizin üzərinə Əli Əkbər başını qoyub, mən layiq deyiləm. Fikir verirsiniz,
ən yüksək dərəcədədir, şəhadət dərəcəsindədir John. Amma bu qədər elədiyi əməllə, bu qədər elədiyi fədakarlıq və xidmətlə yenə də məğrurlanmır, yenə də özünü əski bilir, yenə də özünü naqis bilir imamın müqabilində. İnsan gərək bu cür olsun, John kimi olsun. John kimi olsa insan nicat tapar. Yoxsa əgər insan fərqi yoxdur, namaz da qılsa, oruc da tutsa, hansı əməli eləyirsən elə, onunla qürurlandın, bilginən ki, şimrə yaxınlaşırsan. Şimrin düşüncəsinə, təfəkkürünə yaxınlaşırsan. Ömər İbn Səd deyirlər ki, ən çox tərəddüd edən şəxslərdən biri idi Kərbəlada. Çünki Ömər İbn Səd Əhl-i Beyti İmam Hüseyni daha yaxşı tanıyırdı. Deyirlər ki, İmam Hüseyn əleyhissalam qətlə yetiriləndə xanım Zeynəb gəlib heç kimə, orada Kərbəla qatillərinin heç kimə yox, Ömər Sədə yaxınlaşıb dedi ki, ey Ömər, hara baxırsan, görmürsən, Hüseyni gözünün qarşısında qətlə yetirirlər. Çünki bilirsiniz niyə? Çünki bilirdi ki, Ömər Səd daha çox tanıyır İmam Hüseyni. Amma yenə də buna baxmayaraq, Ömər Sədin vicdanı orada öldü. Vicdanı sustu. Bilirsiniz niyə? Çünki tamahkar idi. Tamahkarlıq da vicdanı öldürən xüsusiyyətlərdən biri idi. Rey onun gözünü tuttu. Buna görə imamın qətlinə göz yumdu. Yoxsa əgər başqa bir şey olmasa, Ömər Sədi elə tanıyırdı Əhl-i Beyt ki, Əhl-i Beytə birinci kimsə nəsə eləsə, Əhl-i Beyti birinci müdafiə edən şəxs Ömər olar. Elə tanıyırdılar onu. Görün necə onu tamah vicdanını öldürdü. Görün hardan hara gəlib çıxdı. Vicdanı öldürən digər bir amil isə insanın günahı adi bilməsidir. Ola bilər insan günah eləsin. Hamı günahkardır. İnsan günah edər, amma insan gərək günahı adi bilməsin. Günah elədin, dərhal ardıcan tövbə elə və günahdan uzaqlaş. Əgər bir insan günahı özü üçün adiləşdirsə, bu yavaş-yavaş onun vicdanını öldürər. Baxırsan ki, birinci dəfə yalan danışan adam, yalan danışanda vicdanı onu narahat edir. Amma bir neçə dəfə ki, yalan danışdı, artıq vicdan ölür. Vicdan onu narahat eləmir. Ona görə də insan gərək günahın kiçik və böyüklüyünə baxmayaraq günahı özü üçün adiləşdirməsin. Əzizlərim, istəmirəm vaxtınızı çox alın. Bu gecələr Şam-ı Qəriban gecələridir. Şam-ı Qəriban gecələridir. Həmin o vicdansızlar öz işlərini bitirdilər. İmam Hüseyn əleyhissalam və əshabını şəhadətə çatdırdılar. Daha sonra cürət tapıb, bildilər ki, Həzrət Əbəlfəz şəhadətə çatıb, cürət tapıb xeymələrə od vurdular. Deyirəm ki, Kərbəlada İmam Hüseyn əleyhissalamın yanında ola bilmədik. Kaş bu gecələrdə heç olmasa olardı xanım Zeynəbin yanında. Xanım Zeynəbin ən çətin vaxtlarıdır. Heç olmasa xanım Zeynəbə kömək eləyərdik. Xanım Zeynəb bilmirdi ki, o məzlum qızları, yetim qızları necə sakitləşdirsin. Onları bir yerə yığıb necə sakitləşdirsin. Bu qızlar idi ki, ailədə elə rəftar görmüşdülər ki, xanım Rüqəyyə səslənəndə qardaşına ona can deyərdi. Onlar kobudluq görməmişdilər. Həmin qızlar idi ki, onlara qarşı kobudluq olunurdu. Deyirlər xeymələrdən qızlar çıxıb, gördülər ki, həmin o qatillərdən gəlirlər. Elə bildilər ki, onlara kömək eləməyə gəlirlər. Onlara yaxınlaşanda onlara qamçı vurdular. Təsəvvür edirsiniz, bir məhəbbət gözləyir, himayə gözləyir, amma qarşılığında qamçı görür, döyülmək görür. Deyirlər, həmin qızlar qaçdılar xanım Zeynəbin yanına, xanım Zeynəb onları himayə edirdi. İmam Hüseyn əleyhissalamın qızlarından birinin adı Fatimə idi. Fatimə binti Hüseyn. Deyirlər ki, o balaca balanı o qədər qamçı ilə vurdular ki, huşu özündən getdi. Həmin o qız özü danışır ki,
Mən oyananda, özümə gələndə gördüm ki, bibim Zeynəb məni ağuşuna alıb. Həmin zalım yenə qamçı vurur, amma qamçılar mənə təsir eləmir. Baxdım, gördüm ki, bibim Zeynəb əllərini mənim qarşıma verib. Mənə deyir ki, bala narahat olma, bibin Zeynəb də sənin kimi döyülür. Xanım Zeynəb öz döyülməyi ilə təsəlli verirdi o balaca qızlara. Deyirlər, karvan yola düşür, Xanım Zeynəbin qolları bağlıdır. İmam Hüseyin əleyhissalamın 3 yaşlı balaca körpə qızı həmin o karvandan geri qalır. Xanım Zeynəb heç nə eləyə bilmir. 3 yaşlı Rüqəyyə həmin o çöllü biyabanda tənha qalıb. Siz Allah təsəvvür eləyin, bir dənə mən deyirəm, gözünüzün qarşısına gətirin, 3 yaşlı bir körpə uşaq olar. Tək qala çöllü biyabanda, səhralıqda. Adicə evdə valideyn uşağın gözündən içəndə neynir? Başlayır onu səsləməyə, narahat olmağa. Əvvəl deyirlər, başladı ora bura qaça-qaça bibisi Zeynəbi çağırmağa. Dedi, bibi Zeynəb, demirəm ki, qardaşın qızıyam, amma Mədinədən ki, bura bir yol gəlmişdi, yol yoldaşı olmuşduq. Məni niyə tənha qoydun bu çöllü biyabanda getdin? Öz bibisindən birinci gileyləndi. Sonra üzün tutub dedi ki, qardaşım Əli Əkbər, sən ki mənim nazımı çəkərdin. Bacım çöllü biyabanda tənha qalıb. Niyə mənim köməyimə yetmirsən? Sonra üzün deyirlər, Həzrət Əbəzəz babaya səsləndi, deyir, əmican, daha mən səndən su istəməyəcəm, nə olar məni tək qoyma, gəl mənə kömək elə. Deyirlər, o qədər ağladı, oturdu, o qədər ağladı ki, huşu özündən getdi, yuxuya getdi, huşlandı, yuxuya getdi. Deyirlər, yuxusuna bir xanım gəldi. İndi sizə deyəcəm ki, kim idi o, özünüz biləcəksiniz kimdir. Deyirlər ki, aldı həmin o körpəni ağuşuna, baxdı həmin xanıma, dedi ki, fikirləşdi ki, bu mənim bibim Zeynəbə çox oxşarlığı var. O da o cür məhəbbət göstərir mənə. Elə bir bu xanımdan atamın ətrini alıram, atamın məhəbbətini görürəm. Bir də baxdı xanımın üzünə, dedi ki, xanım, məni döyüblər, mənə sillə vurublar, mənim üzüm göyərib, sizin üzünüz niyə göyərib? Sizə kim sillə vurub? Sizə kim sillə vurub? Xanım Zəhra nəvaziş elədi uşağı, həmin uşağı. Dedi ki, xanım, mən tənha qalmışam deyə ağlayıram. Siz niyə ağlayırsınız? Özü də ağlaya-ağlaya hey deyirsiniz, məzlum Hüseynim vay, məzlum Hüseynim vay. Niyə belə deyirsiniz? Xanım özünü təqdim elədi. Dedi ki, bala, mən sənin nənən, həmin o məzlum Hüseynin anası xanım Fatiməyəm. Bibin Zeynəbdən gördüm gileylənirsən, gileylənmə bala. Bibin Zeynəb də bu saat narahatdır. Hey, gözü səni axtarır karvanda. Hey, səndən nigarandır. Deyirlər, elə bu anda həmin o balanın yuxusuna Zəzir məlun qamçı vuraraq haram qatdı, yuxudan oyatdı uşağı. Zəzir dedi xanım Rüqəyyəyə ki, gəl otur, atın belinə, gedək səni çatdırım karvana. Dedi ki, mənə bibim Zeynəb elə tərbiyə verib ki, deyib ki, heç vaxt olmuyor ki, naməhrəmin at tərkinə minəsən. İsmətivə qurban olum, ya Rüqəyyə. Deyirlər ki, Zəzir uşağı döyə-döyə, özü at belində, uşaq piyada döyə-döyə çatdırdı karvana. Deyirlər, xanım Zeynəb ona əllərini açanda dedi ki, bibim mən səndən küsmüşəm, niyə məni tənha qoydun həmin çöldə? Dedi, bala çarəm yox idi. Amma bilirsiniz, son anında xanım Rüqəyyə, o ki atasınınki başını, İmam Hüseyin əleyhissalamınki başına alanda bu qədər gileylənmişdi bibisi Zeynəbdən əvvəldə. Sonda dedi ki, Allah bibim Zeynəbdən razı olsun ata. Mən onun üzünə xəcalətdən baxa bilmirəm. O mənim üstümdə bilirsən nə qədər döyülür, bilirsən nə qədər mənə qamçı vuranda qabağa əllərini verir. Alə lənətullahi aləl qavməz zalimin.
Selamun aleyküm ya